Salam hörmətli izləyicilər, bayramımız mübarək, hamımızın bayramını təbrik edirəm. Bu bayram günündə gəldik sizə belə bir ev çəkək göstərək. Evimiz harada yerləşir? Həmişə olduğu kimi Mərdəkanda. Mərdəkanın girişində. Santraldan da bura yol var. Bəli. 8-ci dalandan da bura yol var. 4 sotun içində belə müasir, qəşəng evimiz çıxıb çatdığa. Qapısının ağzına kimi asfaltdır. Qiymət 248 mindir. Təbii ki, aşağı yeri olacaqdır. Bir də hasarına fikir verin mi? Parçovka da vurublar. Sağda, solda. Evimizin fasadı da ki, ağlay daşdır. Burası da ağlay daşdır. Həyəti də. Üstü bağlıdır. Rahat maşın girir həyətinə. Manqalı, qazı, əlüzyanı, baseynimiz. Hovuzumuz filtrli hovuzdur. Tam yaşayış hazır. Deməli, evin içilindən söhbət gedir. 155 kvadrat metrdir içi. Yataq otaqlarına da baxacağıq. Hamısına baxacağıq. Qonaq otaqlarına da baxacağıq. Yaxşı yerdədir. Yəni, girişdədir də. Çox içərilər, tıxacaq, heç nə girib çıxmaq, şəhərə getmək rahat. Sənəd tam mülkiyyətdir. Evin də torpağında sənədi var. İpoteka yararlıdır ya. Yəni, baxın, gəlin. Qiymətdə də indirim olacaq. İstipoldur evimiz. Keramika hissələr. Ev tam. Ev hamısı istipoldur. Qonaq otağıdır. Harası 40 kvadrat metr qonaq otağımız təşkil edir. Mətbəx. Mətbəx mebeli də yığılıb. Salatıdır. Burası ağ. Buradan da çölə çıxmaq olur. Yataq otağını çək. Görsət. Sanuzel. Üç tane yataq otağımız var. İkinci yataq otağı. Geniş də sanuzelları. Bu da üçüncü yataq otaqlarıdır. Mən sizə deyim, yataq otaqları da yaxşıdır, böyük ölçüdədir. Hamam tualetləri də yaxşıdır, böyükdür. Belə. İpoteka yaralı, sənədlər yanı qaydasındadır. Gəl, tam mülkiyyətdir. Yaxşı evdir, gözəl evdir. Sənədlər də qaydasında. Qapısına kimi də asfalt. Gəlin. Bu günə bu qədər sağ olun, minnətdarım.